gördüyünüz qədim Alban məbədidir. Yəni Şərq Üsul İdarəsində tikilmiş bir məbəddir. Məbədin xaçı görürsən, bu Qriqoryan xaçından çox fərqlidir. İndi məbədin içərisinə daxil olanda görürsən. Ancaq onu da deyim ki, məbədin arxa hissəsində heç bir dəyişiklik edilməyib. Və ona görə də bu məbəd qədim deməli məbədlərdən biridir. Məbədin özünün tikilisinə baxanda Şərq Üsul İdarəsinə aid bir məbəddir. İndi məbədin digər hissələrinə keçək. Məbədə daxil oluruq. Məbədin içi yenə öz köçmüş qədim funksiyasını özündə saxlayır. Burada ermənilər bir-iki dəyişiklik ediblər. Bu gördüyünüz ağ mişar daşı bu daşlara uyğun olmayaraq yerləşdirilmiş xasdır. Bu biri. İkinci yenə də ağ kubikdən olmuş daşdır. Ora öz xaçlarını çəkiblər. Bu da ikinci bir deməli saxtalıq. Bu məbədin içində, çölündə eləyə bilmirlər. Çünki üçüncü, yenə bütün bu daşlardan fərqli olaraq öz xaçlarını ora qoyublar. Yəni bu da açıq aydın gördük ki, bu yeni mişar daşıdır. Əsas məsələ ondan ibarətdir ki, Akı müəllim, o yuxarıda çəkdiyin yer var ha. Qırmızı mərmərə oxşar. O bizdə olan məlumata, ədəbiyyatlarda o bütövdür. Daşın üzərindəki aşağı hissəsini qoparda bilmirlər, yazıları pozublar. Yuxarı əlavə 1, 2, 3, 4, bir də onun aşağısında 5 dənə əlavə ediblər. Yəni bu onların gördüyü işlərdir. Yeşun nəticə. Onu demək olar ki, ermənilər bunu özünləşdirə bilmədikləri üçün, yəni özlərini ki, hesab edilmədikdən sonra bu məbədi, bu qədim məbədi mal, heyvan saxlamaqla məşğul oldular. Çünki görürlər ki, sübut eləyə bilməyəcəklər heç nəyə. O qoyduqları saxta xaçlardan belə. Ancaq indi məbədin içinə baxın. Əgər bu məbəd ermənidirsə, niyə mal qoyun saxlayırdı? Bizim məscidlərdə necə mal qoyun saxladıqları kimi bu məbəddə də saxlanır. Məbəd qədim Alban məbədidir. O da bizim ulu babalarımıza aiddir. Ulu babalarımıza. Binanın tikilişinə baxın, məscidə oxşuyur. Binanın yuxarı tavan tikinlərinə baxın, məscidə oxşuyur. Bu Şərq Üsul İdarəsidir. Xudafərin körpülərinin o tağlarına oxşuyur. Yəni ermənilərdə belə bir şey yoxdur. Və ona görə də bu məbəd qədim məbəddir, bizimdir. Ermənilər buna xaç əlavə xaç qoyublar. Ancaq görürlər ki, sonra alınmır. Daha heç nə eləmirlər. Məbədin arxa tərəfində bunlar heç bir dəyişiklik etmirlər. Çünki ora görünən hissəsidir. Bu düz baxdığımız hissələr məbədin ətrafında olan mədrəsələr olub. Çünki burada həm oxuyublar, həm də orada yaşayıblar. Bax, bu da mədrəsələrin bu ərazidə əhatə etdiyi bir sahədir. Ən qədim yerdir, ulu babalarımıza aiddir. Məbədin sağı, solu, hər tərəfi mədrəsələr, burada mədrəsədə oxuyan deməli, məzunlar deyək, oxuyan din xadimləri üçün yaşayış üçün yer olub. Və məbədin mən durduğumdan sağ tərəfə, Akşin bəy, ora bunların yataqxana yeri olub. Yəni, qədim yeri. Hətta məbədin arxasında bunların ərzaq yerləri olub. Yəni, mən bu dediklərim hamısı tarixi mənbələrə əsaslanır. Hələ bəlkə də az bir məlumat veririk. Bu ərazi ulu babalarımızındır. Yenə də təkrar edirəm. Ermənilər baxıb görürlər ki, bunu özlərini ki, eləyə bilmirlər. İçəridə bir-iki dənə xaç qoyublar. Sonra baxıb görürlər ki, yox, bu mümkün deyil. Sonra başlayıblar mal qoyun saxlamağa.